1 milyon manata sizə bina evi təqdim edirəm. Dubleks, 530 kvadrat. 13-cü və 14-cü mərtəbə bura sizə aiddir. Düşünün, bu binanın sahibinin özünün mənzili olub. Özü üçün dubleks super. Düşünün ki, bax bu gördüyünüz pilləkənlər belə hamısı işləmədir. 530 kvadrat. Elə belə otağı 50 kvadratdan vur. Yataq otağı 50 kvadrat nədir? Cəmaət 50 kvadrat 3 otaq sığdırır. Salon 80 kvadrata yaxın. Salon 80 kvadrat, gəl bura bir dənə. Salonda böyük bir balkon var. Bunu göstərib, ondan sonra biz dayanacağıq, siz evi seyredin. Bura evimizin salonudur. Boya-boy balkonu var. Mənzərəsi dəniz mənzərəsidir. Mənzərən dəniz mənzərəsini sözlə demirlər. Onu göstərirlər ki, baxan bilsin ki, mənzərə necə olur. Get bax. Birbaşa qurban olduğum bayrağım görün. İndi keçək otaqlarla tanış olmağa. Gəl. Bura mətbəximizdir. Mətbəxdən bura bir dənə də balaca bir balkonumuz var. Həm qladovka kimi, həm də kondisionerləri bura yerləşdiriblər. Burada bir geniş qladovkamız var. Ümumi sanitar qovşağımız var. Burada da bir otağımız var, koridor sistemi iləndir. Burada da böyük bir balkonumuz var. Və burada da böyük bir sanitar qovşağımız var. Buradan da yenə ayrı bir balkondur. Bir yataq otağımız da buradadır. Yenə də burada da sanitar qovşağımız var. Özdə Marilyn Monroe xəstəsidir kimdirsə. Buradan qalxırıq ikinci mərtəbəyə, yəni dubleksimizə. Vallahi adam elə bilir ki, villadadır. Şəhərin mərkəzində deyil, hansısa bir istirahət zonasındadır. Burada çox gözəl bir jakkuzimiz var və parnoyumuz var. Yəni belə bir şərait ancaq həyət evində, villada ola bilər. Amma şükür Allaha ki, qardaş yaradıb çox gözəl şəkildə. Və burada bir boya-boy qarderobumuz var. Burada mansard tipli. Burada mətbəx də var. Yataq dəsti var, amma istədiyiniz kimi yığa bilərsiniz. Hər yer xalçı ilə döşənib. Mənzərədəki superdir.